Salam dəyərli şagirdlər və MİQA sertifikasiya hazırlaşan dəyərli üzvlər. Gəlin belə bir məsələyə baxaq. Deməli, məsələdə tərəzi verilmişdir. Bizə deyir ki, maddələr tərəziyə əlavə olunduqdan sonra tərəzinin tarazlığı pozulmursa, metalların ilkin qarşılığında misin kütlə payını hesablayın. Deməli, tərəzidə sol tərəfdə və sağ tərəfdə eyni həcmdə H-xlor məhlulu var. Sol tərəfdəki qaba 60 qram alüminium və mis qarışığı əlavə edilib. Sağ tərəfdəki H-xlor məhluluna isə 57 qram natrium OH məhlulu əlavə edilib. Və bizə deyir ki, reaksiya getdikdən sonra tarazlıq pozulmur. Olduğu kimi də qalır. Yəni tərəzinin gözləri bərabər olur. H-xlor məhlulunun kütləsini X qədər götürürəm. Hər ikisində eyni qədərdir, düzdürmü? Biz bilirik ki, natrium OH H-xlorla reaksiya daxil olduqda natrium xlorunun su əmələ gəlir. Yəni buradan heç bir qaz falan çıxmır ki, kütləsi azalsın. Yəni sağ tərəfdəki məhlulumuzun kütləsi 57 plus X qədər olar. Əgər ki, tarazlıq pozulmursa, onda sol tərəfdə 57 plus X olmalıdır. Bizə verib 60 qram. Demək ki, o 3 qram azalma olmalıdır. 3 qram nəyin hesabına azalma baş verir? Təbii ki də alüminiumun H-xlorla reaksiyasından əmələ gələn hidrogen qazının çıxması hesabına. Biz bilirik ki, mis, yəni pasiv metal olduğu üçün H-xlorla reaksiya daxil olmur. Amma alüminium neyəcək? H-xlorla reaksiya daxil olacaq və burada göstərmişəm, əmsallaşdırmışam. 3 qram deməli azalma baş verəcək hidrogenin hesabına və biz tapacağıq ki, həmin bu 60 qram alüminium mis qarşılığında nə qədər alüminium var. X bərabərdir 27. Tapdım ki, bu 60 qram alüminium və misdən ibarət qarışıqda 27 qram alüminium var. Düzdürmü? 60-dan da 27 çıxıram. 33 qram da mis olar. Düzdürmü? İndi bizdən misin kütlə payını soruşursa nə edərəm? Misin kütləsini bölərəm ümumi kütlə, yəni 60-a, vuraram 100-ə. O da bizə verəcək 55%. Cavabımız olacaq C variantı.